Salam. Bilirsiniz, ətrafımızda toxunduğumuz, içdiyimiz, hətta təmizlikdə istifadə etdiyimiz hər şeyin arxasında mikroskopik bir riyaziyyat və harmoniya gizlənir. Mən həmişə gözümüzün düz önündə olan, lakin adi gözlə görə bilmədiyimiz bu möhtəşəm kimyəvi dünyanın sirlərini açmağı çox sevirəm. Bugünkü izahımızda biz elmin ən təməl daşlarından birinə, kimyanın ən maraqlı ailələrindən olan əsaslar mövzusuna nəzər salacağıq. Elə isə, vaxt itirmədən birbaşa mövzuya daxil olaq və bu görünməz dünyanı birlikdə kəşf edək. Gəlin bugünlük xəritəmizə qısaca nəzər salaq. Biz əvvəlcə gündəlik həyatda əsaslara baxacağıq, sonra onların tərkibi və növlərini, ardınca adlandırma qaydalarını kəşf edəcəyik, daha sonra iyonlara ayrılma, yəni dissosiasiya prosesinə baş vurub, ən sonda öyrəndiklərimizi praktikada tətbiq edəcəyik. Birinci bölmə. Gündəlik həyatımızdakı əsaslar. Gəlin sirləri açaq. Sizə belə bir sual verim. Əllərimizi yuduğumuz o köpüklü sabun məhlulu ilə içdiyimiz qazlı mineral suyun ortaq cəhəti nə ola bilər? İlk baxışda heç bir əlaqələri yoxdur, elə deyilmi? Biri təmizlik üçündür, digəri sərinləmək üçün. İçinizdəki o kiçik detektivi oyatmağınızı istəyirəm. Bu iki tamamilə fərqli maddəni birləşdirən o gizli kimyəvi bağ nə ola bilər? Baxın, detektiv alətimiz olan qırmızı lakmus kağızı bizə hər şeyi izah edir. Biz bu kağızı sabun məhluluna saldıqda anında göy rəngə çevrilir. Bu, əsasi mühitin tam vizual sübutudur. Eyni kağızı karbonatlı suya, yəni mineral suya salanda göyümtül bir rəng alır. Deməli, bu da zəif əsasi mühitdir. Amma müqayisə üçün sirkəyə saldıqda heç nə dəyişmir, elə qırmızı qalır. Çünki sirkə turşudur. Yəni, sabun və mineral suyu birləşdirən cəhət onların hər ikisinin eyni kimyəvi ailəyə, əsaslara aid olmasıdır. İkinci bölməmiz. Bəs bu əsasların tərkibi və növləri nələrdir? Budur, axtardığımız qəhrəman qarşımızdadır. Buradakı ən həlledici məqam həmin o hidroksid ionudur, yəni OH mənfi. Əgər bir maddənin tərkibində müsbət yüklü bir metal katyonu ya da xüsusi bir istisna olaraq amonium ionu və ona birləşmiş mənfi yüklü hidroksid ionu varsa, təbriklər, siz bir əsas tapmısınız. Sabunlu suyu da, o mineral suyu da bayaq məşhur göy rəngə boyayan məhz bu hidroksid ionunun suda yaratdığı təsirdir. Amma təbii ki, kimyada heç nə bu qədər sadə, qara və ağ deyil. Əsaslar da fərqli xarakterlərə malikdir. Suda həll olan əsaslar var, biz onlara qələvilər deyirik. Bura əsasən birinci A qrupu metalları, o cümlədən kalsium, strontium və barium daxildir. Bir də suda həll olmayan tənbəl əsaslar var. Lakin burada çox maraqlı bir istisna diqqət çəkir. Amonium hidroksid, yəni NH4OH. O suda çox yaxşı həll olur, amma qələvi sayılmır. Bu da kimyanın bizə qaydaları əzbərlə, amma istisnaları anla demək üsuludur. İndi görün bu həll olmaq xüsusiyyəti niyə bu qədər önəmlidir? Məsələn, natrium və kalsium hidroksid suda həll olur. Buna görə də lakmusu göyərdir və suda iyonlarına ayrılaraq elektrik cərəyanını asanlıqla keçirir. Ancaq alüminium hidroksidə, yəni AlOH3-ə baxın, o suda həll olmur. Həll olmadığı üçün nə lakmusun rəngini dəyişə bilir, nə də elektrik cərəyanını keçirir. Deməli, bir əsasın öz əsl gücünü göstərə bilməsi üçün onun su ilə necə yola getdiyini görməliyik. Üçüncü bölməyə gəldik. Yaxşı, bəs biz bu əsasları necə adlandırmalıyıq? Gəlin, kimyanın dilinə baxaq. Əslində adlandırma qaydaları çox ritmik və bəsitdir. Sadəcə metalın adını deyirsiniz və sonuna hidroksid əlavə edirsiniz. Məsələn, NaOH olur natrium hidroksid, COOH2 olur kalsium hidroksid. Bəs niyə dəmirə gəldikdə birdən-birə bu mötərizədəki Roma rəqəmləri ortaya çıxır? Səbəb odur ki, natrium və kalsiumun valentliyi həmişə sabitdir. Ancaq dəmir dəyişkən xarakterlidir. O həm 2, həm də 3 valentli ola bilir. Ona görə də qarşımızdakının hansı dəmir olduğunu dəqiqləşdirmək üçün mütləq dəmir 2 hidroksid və ya dəmir 3 hidroksid deməliyik. Eyni adlı, amma fərqli peşələri olan iki adamı fərqləndirmək kimidir. Dördüncü bölmə. İndi isə fəaliyyət zamanıdır. Gəlin bu molekulların suyun içinə necə parçalandığına, yəni dissosiasiya prosesinə baxaq. Buradakı ən vacib məqam odur ki, bəzi sadə əsaslar tək bir addımda necə zərifcə parçalanır. Məsələn, natrium hidroksid suya düşən kimi anında müsbət natrium və mənfi hidroksid iyonlarına ayrılır. Kalium hidroksid də həmçinin. Burada heç bir çətinlik, ləngimə yoxdur. Bir OH var idi, o da dərhal qopdu getdi. Bu, tək mərhələli və çox sürətli bir prosesdir.
Amma indi diqqətli olun. Tərkibində 2 OH qrupu olan kalsium hidroksid kimi mürəkkəb bir molekulu birdən-birə yox, addım-addım sökürük. Birinci mərhələdə kalsium bu 2 OH-dan yalnız birini buraxır. Ortaya CaOH müsbət ionu çıxır. İkinci mərhələdə isə həmin o CaOH müsbət özündəki sonuncu OH-ı da suya buraxır. Sonda, ümumi tənliyə baxanda biz nə görürük? Bir molekul kalsium hidroksid tam parçalandıqda bizə bir kalsium kationu və düz 2 dənə hidroksid anionu verir. Mükəmməl bir ardıcıllıq. Nəhayət 5-ci bölmə. Bura qədər öyrəndiklərimizi praktikada necə tətbiq edəcəyimizi görək. Gəlin birlikdə yeni bir əsas yaradaq. Təsəvvür edin ki, bizə müsbət 3 yüklü alüminium kationu və mənfi 1 yüklü hidroksid anionu verilib. Kimyanın qızıl qaydası həmişə balansdır, elə deyilmi? Bu müsbət 3 yükü neytrallaşdırmaq üçün bizə düz 3 dənə mənfi 1 yüklü OH lazımdır. Beləliklə, yekun formulumuz AlOH3 olur. Adı da çox sadədir. Alüminium hidroksid. Gördüyünüz kimi, riyazi məntiq bizə həmişə doğru yola çıxarır. Bu parçalanmalar tam baş verdikdə isə ortaya çox sadə riyazi bir nisbət çıxır. Baxın, natrium hidroksid tək mərhələdə parçalanır, bir müsbət və bir mənfi ion verir. Yəni, kation-anion nisbəti 1-in 1-ədir. Kalsium hidroksiddə isə bayaq dediyimiz kimi, 1 kalsiuma qarşılıq 2 hidroksid ayrılır. Yəni, nisbət 1-in 2-ədir. Bu qədər bəsit. Yaxşı, indi isə sizi biraz düşündürəcək, bütün öyrəndiklərimizi sınaqdan keçirəcək çətin bir sualım var. Təsəvvür edin ki, əlimizdəki kalsium hidroksid molekullarının tən yarısı yalnız birinci mərhələdə parçalanıb dayanır. O biri yarısı isə tam olaraq 2 mərhələdə parçalanır. Bu xaosun içində məhlbuldakı kationların anionlara nisbəti nə olar? Biraz beyin yandıran səslənir, eləmi? Və doğru cavabımız 2-nin 3-ə nisbətidir. Bəli, indi deyəcəksiniz, bu rəqəm hardan çıxdı? Gəlin izah edim. Molekulların yarısı birinci mərhələdə qalanda bizə kation kimi CaOH müsbət, anion kimi isə bir dənə OH mənfi verir. Digər yarısı tam parçalananda sərbəst Ca2 müsbət kationu və 2 dənə OH mənfi anionu verir. Kationları sayaq, biri CaOH müsbət, o birisi Ca2 müsbət. Cəmi etdi 2 kation. Anionları sayaq, birinci tərəfdən 1 OH, ikinci tərəfdən 2 OH gəlir. Cəmi 3 anion. Deməli, prosesin gedişatını biləndə ən qəliz görünən tənliklər belə su kimi aydın olur. Budur, bugünkü izahımızın da sonuna gəldik. Mətbəxinizdəki o köpüklü sabundan tutmuş, bayaq həll etdiyimiz mürəkkəb dissosiasiya tənliklərinə qədər əsaslar bizim dünyamızı sanki sakitcə, gizlicə balansda saxlayır. Kimya ancaq kitablarda qalan darıxdırıcı bir şey deyil. O elə indi ətrafınızda, hətta öz bədəninizdə baş verən bir həyat ritmidir. İndi mən sizdən soruşuram, öz ətrafınıza baxdıqda gündəlik həyatınızda daha hansı gizli kimyəvi reaksiyaların baş verdiyini düşünürsünüz? Kəşf etməyə, öyrənməyə və həmişə maraqlı qalmağa davam edin. Hələlik.